Allah yanında insanların ən sevimlisi çox namaz qılıb, çox oruç tutan yox, cəmaata çox fayda verənlərdir. Neçə xüsusiyyət var, qiyamətdə Peyğəmbərə ən yaxın adamlar kimlərdir? Bir də cəmaata yaxşılıq eləyən insanlar. Bir dənə də hədis deyim, sözümü tamamlayayım. İmam Sadiq əleyhissalam buyurur ki, bir adam əgər bir adama müraciət olunur, kömək istəyirlər, özü və yaxud başqası vasitəsilə ona kömək eləyə bilərdi, eləmədi. Mənə gəlib deyirlər ki, mənə kömək elə. Mən özüm ya kiminsə vasitəsilə o adama kömək eləyə bilərdim, eləmədim. Bir insan belədirsə, İmam Sadiq buyurur ki, qiyamət günü üzü qara, əlləri bağlı gələcək məhşərə. Sonra nida gələcək. Allaha və Peyğəmbərə elədiyin xəyanətin sonu budur. Sən xainsən, özdə bu xəyanətin Allaha və onun Peyğəmbərinədir. Ondan sonra əmr gələcək ki, onu cəhənnəmə atsınlar. Bu o qədər pis əməldir ki, bunun mənası budur ki, qiyamət günündə bu xain kim olacaq? Yəni Allaha və Peyğəmbərə xəyanət eləmiş şəxs kim olacaq?